Salam aleyküm dostlar, necəsiz? Dostlar, yine həvəskar bir insan olarak bir şeir yazmışam. Şeirin adı Təklikdir. Məncə bir çoxumuz təklikdə qalanda içində də olsa olub keçəndən öz-özüylə söhbət edir. Bu mövzuda bir şeir yazmışam, istədim burada paylaşım. Siz də bəyənib fikir bildirərsiniz, zəhmət olmasa. Getdik. Başa baş qalıram təkliyimlə mən. Başa baş qalıram təkliyimlə mən. Yorğun xəyalıma dəvət edirəm. Danışıram təkliklə olub keçəndən. Sual da, cavab da özüm verirəm. Bilmirəm məni anlayır kimsə. Bilmirəm məni anlayır kimsə. Təkliklə ürəyim rahatlıq tapır. Nə bilim onu da yormuşam bəlkə. Bəzi suallarım cavabsız qalır. İnsanlar dost etdi səninlə məni. İnsanlar dost etdi səninlə məni. Mən barışmışam artıq zamanla. İnsanlıq yerinə qoymuşam səni. Cavab verməsən də sən mənə anla. Cavab verməsən də sən mənə anla. Sağ olun dostlar.